Saat 4'ten buradayım. Qayda qanun olsa birincisi bu millət bura yığılmaz. Deməli bu dövlətin yəsi yoxdur ki, bu dövlət bu gündədir. And olsun Allaha, polislər yalandan oradan milləti anlattılar. Saat 4'ten, 3'ten, 12'den dahi burada olanlar var. Bu millət niyə bu gündədir? Bundan prezidenti, xanımın xəbəri yoxdur ki, bu millət heyvan sürüsünü bu gündə saxlamırlar. Ayıbdır, vallahi müstəqil dövləti. Xaricilərə elə gözəl süfrə açırlar, elə sinələrini açırlar. Xaricidirlər ona görə öz millətinin acından öləninin gəlsin dərdinə qalsın. Millət acından qırılır millət. Gəlmişik büro nə üçün gəlmiş? Haqq ədalət yoxdur. Gedirik Fuad Ələsgərovun qəbuluna düşə bilmirik. Prezidentin qəbuluna düşə bilmirik. Prezident aparatında səsini çıxardan kimi götürürlər aparırlar 9-cu bölməyə. Kim səsini çıxardır tuturlar aparırlar polislər. Niyə haqq ədalət yoxdur? Biz heç nə istəmirik dövlətdən. Bir dənə haqq ədalət, hüququmuzun tapdanmamasını istəyirik dövlətdən. Başqa nə istəyirik? Neyniyik biz? Bizi öldürəndə mənim qardaşım getdi, şəhid oldu. Biri də əlildi, yoldaşım da əlildi. Neyniyir? Verdiyi pensiya nəyə yarayır? Acından öləninin dərdlərini çəksin də. Dövlət başçısı oturub orada güya xəbəri yoxdur. Bu millət nə vəziyyətdə yaşayır? Niyə millətin həyatını qaraldırlar?